Əziz tələbələr, hörmətli universitet heyəti, yəni universitetdə çalışan əməkdaşlar və akademik heyət. Bugünkü videonun təqdimatın belə deyək, təməl məqsədi sizə təqdim etdiyimiz bu karyera və həyat dizayn laboratoriyası ilə bağlıdır və burada təqdim olunan proqramlarla bağlıdır. Bilirsiniz ki, artıq bir çoxlarınıza bu haqda məlumat verilib. Kimə də məlumat verilməyibsə, təbii ki, bu video təqdimatdan məlumat əldə edə bilər. Biz Amerika Birləşmiş Ştatlarında son 2 ildə fəaliyyət göstərən Charter College Education Institute olaraq öz tərkibimizdə universitet tələbələrinə, müəllim heyətinə, akademik heyətə və əlavə olaraq təbii ki, burada olan proqramlar müxtəlif şirkət və təşkilatlarda çalışan peşəkarlara da şamil olunur. Belə bir Life Design Lab qurduq. Burada bir sıra proqramlar və layihələr təqdim edirik. Life Design Lab deyilən, yəni həyat dizayn anlayışı ilk dəfə Stanford Universitetində professor Bill Burnett və Dave Evans tərəfindən yaradılıb. Orada təməl məqsəd insanın həyata olan baxışı ilə işə olan baxışı arasında uzlaşmanı təmin etmək və bu istiqamətdə hər bir insan öz həyatının düzgün memarı olması üçün ona düzgün bacarıqları və bilikləri təqdim etməkdən ibarət. Təbii ki, Stanford Universiteti və daha sonra John Hopkins və digər universitetlər bu prosesə qoşularaq öz əməkdaşlarını və eyni zamanda tələbələri və daha sonra müxtəlif şirkətlərdə və təşkilatlarda çalışan əməkdaşları dəstəkləmək üçün müxtəlif mentorluq proqramları bu istiqamətdə təqdim edirlər. Biz bu ənənəvi təcrübəni və biliyi dərindən araşdırdıq, kurslarda iştirak etdik, müxtəlif layihələrdə iştirak etdik və bu bilikləri əldə etdik. Və daha sonra bu biliklərdən əlavə olaraq qeyd etdiyim universitetlərdən də daha da irəli gedərək əlavə proqramlar təklif edirik. Bu proqramlar karyera və həyatın dizayn edilməsidir. Burada siz bacarıqlarınızı, dəyərlərinizi, gələcək yollarınızı necə xəritələməlisiniz? Design thinking proqramıdır. Yəni düşüncənin dizayn edilməsi burada problemlərin yaradıcı və ə, əməkdaşlıq formatını necə həll etmək olar, necə ideya və fikri müxtəlif biznes modellərini, yəni Stanford modeli və ya British model olan Double Diamond modelini tətbiq etməklə necə bir ideyanı, fikri məhsula və ya layihəyə və yaxud dəyərə çevirmək olar, o bacarıqları, adaptiv və yaradıcı liderlik bacarıqları bu iş yerində çox önəmlidir. E, Biznes kommunikasiyalarda ümumiyyətlə xaricdə çalışma, oxuduğunuz dövrdə, işlədiyiniz dövrdə, təhsil aldığınız dövrdə multikultural mühitdə tələb olunan mədəniyyət bacarıqları burada təbii ki, yüksək kontekstli mədəniyyət olan ölkələr, aşağı kontekstli, yəni daha çox ə, direkt belə deyək, təmasda olan kommunikasiya üsulları ilə ə, qeyri belə deyək birbaşa üsullarla bağlı müxtəlif bilik və bacarıqlar təqdim olunur. Beynəlxalq əmək bazarında necə iş tapmaq olar? O proqram bizdə qlobal karyera proqramıdır və təbii ki, süni intellektlə də bağlı proqramımız var. Bu proqramların hər biri ayrı-ayrılıqda proqramlardır və özünü tədris formatındadır. Hər birinin modulları və dərsləri var. Siz bu proqramları sistemə giriş əldə etdikdən sonra mən göstərəcəyim necə görəcəksiniz və bu proqramlar sizə müxtəlif bilikləri bu istiqamətdə verir. Amma biz daha da irəli gedərək tələbələrə üzvlük təqdim edirik. Bu proqramların ümumi ödənişi təqribən burada göstərilən məbləğdir. Bunu ödəmirsiniz. Yalnız üzvlüyü ödəməklə həm tələbə olaraq, həm peşəkar olaraq üzvlüyü ödəməklə burada da üzvlüyü seçirsiniz. Bu imkanları əldə etmiş olursunuz. Yəni burada siz ildə yaradıcı liderlik, karyera planlaması, mədəniyyət analizi, kommunikasiya, sosial sahibkarlıq və qeyd etdiyim sahələr üzrə seminar və webinarlarda iştirak edirsiniz. Qeyd etdiyim proqramlara artıq üzv kimi ödənişsiz giriş əldə edirsiniz. Müxtəlif burada dəstək imkanlarına keçid əldə edirsiniz və bu proqramların hamısında bu prosesə siz bir illik giriş əldə edirsiniz. Təbii ki, növbəti il proqramlara davam etmək istəsəniz yeniləyə bilərsiniz üzvlüyünüzü, amma qeyd etdiyim bu imkanlar sizə bir il bu imkanı verir. Bu tələbələr üçündür, peşəkarlar üçün
Buradakı eyni cür proqramlar var. Bu universitet heyəti də ola bilər, şirkət əməkdaşları da ola bilər. Amma əlavə olaraq universitet heyətləri üçün biz elmin və təhsilin idarə edilməsi proqramları da bu proqramlara əlavə olunur və o proqramları siz əldə etmiş olursunuz. Necə əldə etmiş olursunuz? Yəni burada siz deyək ki, seçdiniz, buyurun və buradakı bütün məlumatları daxil edirsiniz. Sizdə olan kuponu universitet tərəfindən sizə təqdim olunub, o kuponu qeyd edirsiniz. Yoxdursa bizə e-mail ilə yazırsınız, biz sizə kuponu veririk və onu qeyd etdiyiniz kimi avtomatik sistem sizə bu sistem hardasa 93% scholarship-lə siz cəmi $97 ödəməklə bu proqramlara giriş əldə etmiş olursunuz. Bu necə görsənəcək sizdə? Yəni bu prosesi keçəndən sonra, sizdə avtomatik ə, belə bir açılacaq, belə bir sistem, bir üzv kimi avtomatik sizin ə, my, bir dəqiqə üzr istəyirəm. Burada My Library yəni keçid etdiyiniz anda, yəni sizin hesabınızda artıq belə bir sistem olacaq. Mənim proqramlarım hamısı burada var, amma sizə ayrılan proqramlar, məsələn, deyək ki, bu proqramlardır. Dizayn düşünməsi, kreativ liderlik, həyat dizayn sertifikatı, beynəlxalq əmək bazarı, karyera və s. Siz bu proqramı əldə etdikdən sonra, misal üçün, View Product etdiyiniz zaman proqramlara giriş əldə edirsiniz. Burada dərsləri görürsünüz, quizlər var, dərslər var. Bunların hər birini tamamladıqdan sonra yekun sertifikat bizim institut və Beynəlxalq Liderlik Assosiasiyasının prezidenti tərəfindən imzalanacaq sertifikatı əldə etmiş olursunuz. Burada siz Final Assessment test sistemi də var və videolar var, müxtəlif maraqlı quizlər və bu prosesdə iştirak etmək üçün kifayət qədər sizə geniş imkanlar verilir. Start kurs elədiyiniz an sizə artıq video açılır, sizə xoş gəlmisiniz videosudur və bundan sonra dərslər başlayır. Ümumən sistem bu imkanı sizə verir. Mən sizə deyim ki, bu dərslərdən siz iştirak etdiyiniz an, üzv kimi proqramlarda iştirak etdiyiniz anda və bu bilikləri əldə etdikdən sonra siz iki mühüm suala cavab tapmış olacaqsınız. Bir, biz nəyi bilmirik ki, onu bilməliyik. Təbii ki, orada sizə həm resurslar veriləcək, materiallar veriləcək, oxuyacaqsınız və daha da dərinləşdirmək üçün dünyanın top universitetlərindən də resurslara keçidlər veriləcək. O bilikləri oradan əldə eləyə bilərsiniz. İkinci məsələ, mən necə keyfiyyətli düşünə bilərəm və necə keyfiyyətli bir həyat yolu proqramı və ya xəritəsi qura bilərəm özüm üçün. Yəni siz özünüz öz həyatınızın memarı kimi artıq öz növbəti həyat planlarınızın xəritəsini qurma imkanı əldə etmiş olacaqsınız. Və təbii ki, digər bir peşəkar olaraq çalışmaq üçün də digər qeyd etdiyim proqramlarda o bilikləri əldə etmiş olacaqsınız. Bizim proqramları bitirən, yəni üzvlərimiz 2026-cı ildə elan edəcəyimiz may ayında nəzərdə tutulub. Beynəlxalq layihə müsabiqəsində elan edə bilərsiniz. Qalib olacağınız təqdirdə növbəti bir il üçün ödənişsiz sistemə giriş əldə etmiş olursunuz, üzv olursunuz və təbii ki, orada müəyyən mükafatlar da var. Onları da öz bilik və bacarıqlarını tətbiq etməklə yaradacağınız məhsul və ya layihə ilə dəyərləndirildikdən sonra bu mövzuya qayıda bilərik. Hər birinizə uğurlar. Sizi bizim layihələrdə iştirak etməyə dəvət edirik. Həyat dizayn proqramında, burada digər proqramlara mən keçid etmək istəmirəm, özünüz maraqlana bilərsiniz. Bugünkü məqsədimiz təbii ki, bu həyat dizayn labında iştirak və ora üzv olmaqdan ibarətdir. Və təbii ki, üzv olmaq üçün də bu proqramları Choose Your Membership hissədən keçid edə bilərsiniz. Hər birinizə uğurlar. Sizi bizim proqramlarda aktiv iştiraka dəvət edirik. Təşəkkürlər.